Damotu bitkisi Leonurus cardiaca, digər adı ilə aslan quyruğu bitkisi, kardioloji sistem üzərində çox faydalı bitkilərdən biri. Özümün də uzun illərdir favorit bitkilərim sırasında çempionluq kürsüsünü tərk etməyən dəyərli bir bitkim. Damotu bitkisi haqqında keçmiş videolarımda və YouTube kanalımda videolar yükləmişəm. Bu videoda da bitkimizlə bağlı maraqlı məlumatlar verməyə çalışacağam. Bitkimizin mərkəzi tibb kitabxanasında hal-hazırda 73 klinik və laborator araşdırmaları qəbul olunmuşdur. Damotu bitkisinin dünya təbabətində əsasən 3 növü istifadə olunur. Leonurus cardiaca, yəni vətənimizdə gördüyünüz damotu bitkisi, Leonurus sibiricus və Leonurus japonicus növləri. Bu növlər içərisində Japonicus növü farmakologiya tərəfindən qəbul olunmuşdur. Əsasən qadın problemləri, ginekoloji problemlərdə istifadə olunur. Leonurus sibiricus növü isə daha çox qan basıncını qurşaqdan aşağı çəkdiyi üçün gənclik və libido artırıcı, libido gücləndirici olaraq tanınır. Vətənimizə xas Leonurus cardiaca isə daha çox ürək problemlərində, menopoz şikayətlərində, eləcə də stress və bir çox problemlərdə istifadə olunur. Ümumiyyətlə, damotu bitkiləri qan axışını idarə edən bitkilərdir. Hər növü yüngül fərqli təsirlər göstərə bilir. Bu videoda da vətənimizə xas olan damotu bitkisinin faydaları deyil də daha çox qəbul etdikdən sonra hansı təsirləri göstərir, təsir formaları haqqında məlumat verməyə çalışacağam. Bitkimizi qəbul etdikdən 15-25 dəqiqə içində sürətli şəkildə qana qarışır. Dərhal qanı sulandıraraq aslan ürəyi adı verilən leonurin və leokardin maddələri ilə damarların qan keçiriciliyini bərpa edərək ürək qidalanmasını və gücünü artırır, infarkt riskini minimuma çəkir, antiaritmik təsir göstərərək ürəyin anormal atışlarını bərpa edir. Bitkimiz bununla kifayətlənmir. Sürətli şəkildə ürəyin hüzurunu pozan, xoşuna gəlməyən bütün simptomları aradan qaldırır. Əsəbilik, titrəmə, əsmə, nəfəs darlığı, yersiz narahatçılıqlar, nevroz simptomları, beyindaxili təzyiq, hipertireoidizm, isti günəşə qarşı həssaslıq. Bitkimiz isti havalarda əsl dostdur. Sizə rahatlıq və fərahlıq verərək özünüzü dağların zirvəsində hiss etdirə bilər. Əlbəttə, bitkimizin qəbulunda diqqət ediləcək məqamlar da var. Damotu bitkisi ciddi qansulandırıcı bitkilərdəndir. Bu səbəbdən yüksək dozlarda qəbuldan çəkinməlisiniz. Təbabətdə günlük doz 8-9 qram quru bitki dəmləməsi göstərilsə də, 3-4 qram belə hiss ediləcək təsir göstərir. Daxili qanama riski olan insanlar bu bitkinin istifadəsindən uzaq dursunlar. Qadınlarda adət başladıcı, adət öncəsi narahatçılıqların aradan qaldırılmasında gözəl bir bitkidir. Uzun adət halı yaşayan xanımlar bu bitkinin istifadəsindən çəkinməlidirlər. Hamilə və hamilə qalmaq istəyən xanımlar bu bitkidən uzaq durmalıdırlar. Damotu bitkisi düşüş meydana gətirən bitkilərdəndir. Təbabətdə də bu mövzuda istifadə olunur. Əlavə suallarınız varsa yaza bilərsiniz. Çox sağ olun. Allah amanında.